Bu dünyaya göz açan hər bir insan inkar edə bilmədiyi böyük bir həqiqət var. Ölüm. Əgər ortalama Azərbaycanda yaşayan biri isə, böyük ehtimal bu videodakı kimi ağ kəfənə sarılıb torpağa bastırılacağı. Yox, əgər Skandinaviya ölkələrində yaşayıb orada ölmüş olsaydıq, bu dəfə bu videodakı kimi bizi ya tabuta ya da kapsula qoyub dənizlərin, okeanların dərinliklərinə göndərəcəkdilər. Və ya olmadı, deyəlim Tibetdə doğulub ölmüş olsaydıq, bu səfər bizi nə torpağa bastıracaqdılar, nə də dənizə atacaqdılar. Cansız bədənimizi təyin olunan yerə aparıb bədənimizdə deşiklər açıb quşlara yem eləyəcəkdilər. Məsələn, İndoneziyanın bir hissəsi var ki, əgər orada doğulub ölsəydik, ailəmiz dəfn mərasimimizi təşkil eləyə bilməyə pul yığana kimi cəsədimiz yatdığımız yerdə, yaşadığımız evdə qalır. Pul yığılandan sonra heç bizi bastırmırlar da. İldə bir dəfə gəlib cəsədimizi ziyarət edib, təzə paltarlar geyindirib, şəkil çəkdirib gedirlər. Və ya əgər Hindistanda ölsəydik, cəsədimizi o qədər böyük temperaturlarda yandıracaqdılar ki, bizdən geriyə qalan təqribi 450 qram külümüz olacaq. Yox, əgər ailəmə bir xeyrim dəysin deyiriksə, qabaqcadan danışdığımız firmalar bizdən geriyə qalan o küldən ortaya çıxan karbon atomlarından dəyərli daşlar düzəldib, sep, üzük, qolbaq, boyunbağı olaraq ailəmizə geri verə bilərlər. Yəni hər şey, bütün həyatımız bunun üçün idi. Torpağın altında qurdlara, həşəratlara, torpağın üstündə quşlara, dənizin altında balıqlara və ya ailəmizə sehv boyunbağı olmaq üçün yaşadığımız bəllatmış idi. Bu nəticə üçün yaşayırdıq. Yəni şuurlu bir canlı olaraq heç mi düşünmürük? Hər gün işləyirəm, yeyirəm, yatıram, səhər gün yenə eyni şey. Bir gün gələcək belə də öləcəm. Bütün bu hər dəfə görəndə heyran olduğum meşələr, okeanlar, göy üzü, ulduzlar elə buna görə idi. Onlar niyə var idilər? Mən niyə heç nə anlamadan ölürəm? Bunlar bir qırağa içindəki ağlasığmaz proseslərdən xəbərim belə olmadığım bu bədən mənə niyə verildi? Bütün canlılarla, heyvanlarla, insanlarla, kainatda yaradılmış hər şeylə əlaqə qura bildiyim, özümü ifadə edə bildiyim bu hisslərim niyə var? Ümumiyyətlə dünya üzərindəki heç bir canlı, heyvanlar, bitkilər bu haqqda oturub düşünə bilmirlər ki, mən niyə yaradıldım? Amma mən bəşər övladına, insan övladına bütün bunları düşünə biləcək qabiliyyət verdim. Bəs niyə? Hər bir şəhəri 100 dəfə məzaristana boşaldan ölüm əlbəttə həyatdan ziyadə bir istədiyi var. Nə vaxta kimi ölümü unutmaq üçün özümüzü əyləncələrlə, içkilərlə oynayacağıq. Nə qədər uyutsaq da, nə etsək də ölüm dəyişmir. Şübhəsiz bu qədər yaradılış, yaşadığımız bu kainat, bütün bu canlılar, insanlar səbəbsiz, boşu-boşuna sadəcə əyləncə olsun deyə yaradılmayıb. Hər birimiz gec olmadan, gərək qəflətdən, yuxudan oyanıb, məni yaradan məndən nə istəyir deyə özümüzə sual verib bu sualın arxasınca düşək.